Bu arada Qafqaz arısı da cinsi. Yəni elə düşünürəm. Qışdan çox zəif çıxdı. İç çərçivə ilə. O çox az sayla çıxdı. Bu arada mən 2 dəfə qapalı çərçivəli yumurtalı çərçivə verdim başqa arıdan. Görək necədir vəziyyəti. Bu yeşiklər böyük çərçivəli yeşiklərdir. Biz qarşı qoyuram çərçivələr hal-hazırda. Arada bu kənar istiyə dalaq qoyub, amma bu çərçivə istəyir anlamına gəlmir. Baxaq görək arıların vəziyyəti necədir. Çərçivəni deyəsən dünən veriblər. Hələ ki ehtiyac yoxdur bunda. Baxmağa. Çiçək tozu bir yerdə mükəmməldir. Bura tamamilə çiçək tozudur. Tamamilə. Yumurta az sayıdaydı orada qapalı. Güzel yumurta var. Her şey demələr qaydasındadır. Şükürlər olsun. Bu da ehtiyatla kifayət qədərdir. Güzel. Hal-hazırda 2, 3, 6 çərçivədə olan arıdır. Yəni may ayının əvvəlində artıq qida gəlməyə başlayanda, artıq nektar axını başlayanda bu arı 10 çərçivəni örtəcək şəkildə olacaq. Anar da buradadır. Güzel. Ehtiyac yoxdur baxmağa. Qafqaz arısını bəzən çox agresif olduğunu deyirlər. Eğer bu Qafqaz arısıdırsa həqiqətən də, yəni digər arılardan agresivliyinə görə demək olar heç bir fərqi yoxdur. Eğer həqiqətən Qafqaz arısıdırsa. Arıların cinsini bilə bilmirəm mən. Yəni o peşəkar, profesional insan lazımdır ki, baxana dəqiqliklə bilsin ki, bu arının cinsi nədir? İkinci çərçivəyə daş qoyacam ki, bağlanmasın. Arılar cıbhat